Pakistanın İslamabad şəhərində Asan Xidmət Mərkəzinin açılış mərasimi keçirilib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Mərasimdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. Bildirilib ki, Pakistan Asan Xidmət Mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır. Mərkəzdə Asan xidmət standartları, asan könüllülük proqramı və Asanın innovativ həlləri tətbiq edilir. Mərkəzin girişində isə Azərbaycan-Pakistan dostluğunu əks etdirən xüsusi güşə yaradılıb. Burada Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan statı da yer alır. Mərkəzlə tanışlıqdan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Pakistan Asan Xidmət Mərkəzinin gələcək inkişaf konsepsiyası, innovativ həllər və Azərbaycanın dost konsepsiyası ilə bağlı Pakistan nümayəndə heyəti üçün təqdimat edib. Xatırladaq ki, 30 ölkə və beynəlxalq təşkilatla Asan Xidmət modelinin ixracına dair müqavilə bağlanıb. Artıq 6 ölkədə Indoneziya, Özbəkistan, Efiopiya, Uqanda və Əfqanistandan sonra Pakistanda da Asan Xidmət modeli əsasında xidmət mərkəzləri fəaliyyət göstərir.